Hörmətli tamaşaçılar, indi isə ikinci yaşayış kompleksinin məhz 3 otaqlı mənzilinə daxil oluruq, koridor hissəsindən. Bu 18 nömrəli mənzildir. Qapısı da çox keyfiyyətlidir və təhlükəsizlik xidmətinə də yenə də deyirəm, təhlükəsizliyə ciddi riayət olunur. Gördüyünə qədər burada kilidi var. Bax, burayla da bunlar açılır, gördüyünüz kimi. Çox möhtəşəmdir. İndi biz 3 otaqlı mənzilə daxil olduğumuz zaman koridor hissəsi genişdir. Baxın, bir burada foyer hissəsi, burada isə bir dənə də digər otaqlara açılan hissə var. İndi biz daxil olaq, başdan başlayaq. Bura bir yataq otağıdır. Baxın, bir yataq otağıdır. Burada pəncərə hissəsi də parkın ən gözəl hissəsinə açılır. İndi zəhmət olmasa buranı da çəkin. Orada da işlər gedir, gördüyünüz kimi. Və bu bir otaq. İndi biz buraya daxil oluruq. Bu da ikinci bir otaqdır, əziz tamaşaçılar. Burada da divar kağızları fərqli stildə vurulubdur. Geniş bir pəncərəsi var burada da. Və qızdırıcı sistemi də var. Qışda yəni mərkəzi istilik sistemi ilə təchiz olunur. Otaqlar hamısı mərkəzi qazanxana sistemi ilə isidilir. Burada da məhz parka açılan gözəl bir mənzərə var pəncərədən. İndi biz daxil oluruq 3-cü otağa. Burada mətbəx hissəsidir. Kiçik və normal bir mətbəxi var bu hissənin də. Burada da balkon yenə də açılır parka, parkın ərazisinə. Burada da mətbəxdə çayınızı götürüb, balkonda oturub rahat şəkildə mənzərəni seyr-edə məhz çayınızı içə bilərsiniz. İndi oraya getməmiş gəlin. Burada sanitar qovşaq barədə məlumat verim. Çox da gözəl sanitar qovşaqdır. Həqiqətən də hər tərəfi kafildir, yüksək səviyyəli. Bura isə yəqin ki, hamam olan hissəsidir. Baxın, 2 otaqlıda bax onu deyirdim, əziz tamaşaçılar. Hamam hissəsində ayaq yolu yox idi, ancaq hamam olan hissəsi idi. Məhz bir də əl yuma hissəsi burada var idi. Amma ayaq yolu məhz unitaz qoyulmamışdı. Amma 3 otaqlıda bu nəzərdə tutulubdur. Burada isə girib, baxın, çimə bilərsiniz. Tuş hissəsi də yenə də yüksək keyfiyyətli materialdan qoyulubdur. Əladır, superdir həqiqətən də. İndi biz hamam hissəsi ilə tanış olduq. 2 otaqla tanış olduq. Burada mətbəxlə də tanış olduq. Sonuncu otağımız isə yenə bir gözəl mənzərəli, həm şəhərin sənaye zonasına açılan mənzərəsidir bu pəncərə. Bura isə yenə də parka baxan hissəsidir. Çox gözəldir həqiqətən də. 3 otaqlı mənzilimiz belədir, əziz adamlar. Bu evdə, 18 nömrəli bu evdə kim yaşayacaqsa, Allah xeyirli eləsin. İnşallah gəlin köçürdəsiniz, oğul evləndirəsiniz. İndi isə gedək görək 4 otaqlı mənzil məhz bu binada necədir?